Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Deməli, təlimlərimiz davam eləyir və hal-hazırda yenə də biz Elliotla bazara baxış bucağımızı doğruldacağıq. Çünki dostlar, bu ən gözəl yöntəmdir və bu bizə sırf olaraq bazarı göstərir. Çünki mən bazar tərəfə getməyə daha üstün tuturam millət. Daha rahat, daha stressiz və daha gözəl. Yəni götürürsüz, gedirsiniz. Yəni trendi götürürsüz, gedirsiniz və biz təlimlərimizə davam edirik təbii ki. Bu isə bizdə Telegram kanalında paylaşılan həmən bu analizlərdir, hansı ki mən hər həftənin bazar günü sizinlə paylaşıram. Yəni bu həftə nə gözləyirəm bazardan, nə görünür Elliot dalğaları üzərində, hansı tərəfə bazarın yönünü görürəm. Bunu sizinlə paylaşıram millət və siz bunu açıq Telegram kanalında izləyə bilərsiniz. Aşağıda H4FX-də saxlamışam və keçid alıb bunu hər həftə pulsuz şəkildə əldə edə bilərsən. Yəni mən bunu sadəcə səninlə paylaşıram dostum. Gir, izlə və yararlan. Bir də ki millət, çox önəmli bir xəbər. Artıq aşağıda link saxlamışam, həmən bu Telegramın da linkini saxlamışam. H4FX YouTube kanalının da linkini saxlamışam. H4FX YouTube. Bundan sonra Binary, Forex, kripto nə oldu, hamısı artıq H4FX-də paylaşılacaq. Millionaires isə bizdə olacaq dostlar, yalnız manifest. Yəni Millionaires isə biz motivasiya, şəxsi inkişaf, yəni kontenti ayırırıq. Tradingi ayrı eləyirik, şəxsi inkişaf motivasiyanı ayırırıq. Millionairesdə podkastlar, şəxsi inkişaf, biznes üzərində olan söhbətlər, belə bir şeylər olacaq. H4FX isə sırf olaraq bizdə olacaq Forex və Binary. Ona görə mütləq və mütləq H4FX-i izləyirik ki, gələn videolar artıq ora gələcək və siz orada izləyəcəksiniz gələn videoları. Təbii ki, Telegram Millionaires-də paylaşacağam, yəni narahat olmayın. Yəni heç bir şeyi qaçırmayacaqsınız. Uşaqlar, keçirik biz. Görək bu həftə bizdə nə görülmüşdür uşaqlar, bu Forex-dir. Ona görə mən bunu sizə hər həftəlik göstərirəm. Biz nə görmüşdük? CAD-GPI-da belə bir bizdə yön var. Hansı ki bizim Elliotumuz bizi aşağı yönə aparır. Qrafik bizdə H1, hal-hazırda gördüyümüz H1 şamlarındayıq və bu şamlarda biz belə bir hərəkət görmüşük. Bu keçən həftə olub bizdə, hansısa bir impuls olub, qiyməti qaldırıblar, ondan isə yavaş-yavaş sata-sata gediblər və gəlib çıxıblar, görün haralara, yəni diblərə. Və burada bizdə Elliot nə göstərir? Elliot bizdə belə bir dalğavari bir dalğa çəkib, hansı ki biz görə bilərik. 5 hissədən ibarətdir. Baxın uşaqlar. İmpulsumuz oldu, düzdürmü? Vəsə, impulsdan sonra gözləyirik biz. Gəlirik. Birinci korreksiyadan ikinci gözümüzü çəkə bilərik. Yəni biz onsuz da bazarı tam olaraq görmürük millət. Tam olaraq biz bu bazarı görmürük. Biz sadəcə əvvəlcədən nəzərə alırıq ki, belə bir şey baş verə bilər. Gözümüzü yumuruq, vizuallaşdırırıq. Bazara yenə də baxırıq, yenə vizuallaşdırırıq. Yəni burada Elliot ola bilərmi məsəl üçün? Nəyə görə burada Elliot olsun vəbşə? Məsəl üçün deyək ki, mən təlimlərdə, Millionaires-də izah eləmişdim. Var bizdə elə bir təlim, hardan düzgün girmək lazımdır. Baxın uşaqlar, burada mən yeni təlimləri demək olar ki, hər həftə əlavə eləyirəm. Baxa bilərsiniz, time frame nədir? Time frame haqqında danışmışam və swing trade haqqında danışmışam axırıncı təlimlərdə. Görürsünüzmü? Ayın tarixlərini görə bilərsiniz. Baxın, görürsünüzmü? Yəni bizdə təlimlər postepенно paylaşılır. Ona görə səni də gözləyirəm burada dostum. Nə sualın oldu? Instagrama yaz, abunəlik əldə et və təlimlərdən yararlan. Biz burada məsəl üçün deyək ki, gəlin biz simulyatora qoşaq və keçək buralara. Görək burada hələ bizdə Elliot varmı? Görürsünüzmü? Burada bizdə belə bir Elliot var idi. Belə bir Elliot var idi və biz baxaq görək burada Elliot necə işə yarayıb. Məsəl üçün bizdə burada görünür ki, tendensiya ilə gəlib qiymət burada yığılıb. Hansı ki 1, 2 bu daxili Elliot hesab eləyirəm mən bunu, çünki kiçikdir. Yəni kiçik bir hərəkətdir. Burada yenə də Elliot var. Məsəl üçün burada göstərir ki, bizdə Elliot dalğalarında belə bir gedişat olub. Məsəl üçün siz bu gedişatı tutmusunuzsa, siz birbaşa gedişata girməli deyilsiniz. Məsəl üçün biz buradakı gedişata ancaq o halda girə bilərdik ki, məsəl üçün biz ilk öncədən Elliotu tutmamışıq. Biz допустим deyək ki, gəlmişik, gəlin buranı bir dənə qabağa çəkək, vəbşi qabağa çəkək. Deyək ki, biz buralıqdayıq. Məsələn, buralardayıq və burada belə bir deyək ki, koropka yaranır. Məsəl üçün, gəlin belə eləyək. Belə bir koropkamız yaranıb və qiymət bunun içində oynayır, düzdürmü? Biz buradan necə əməliyyat açardıq? Biz görürük ki, qiymət, baxın, Elliotla gəlib 5 ABC-ni çəkib. Bundan sonra heç bir şey yoxdur. Boşluqdur. Və söhbət ondan gedir ki, buralar boş qalıb. Yəni bu qiymət ancaq belə gedə bilməz. Bunun hansısa bir korreksiyası da olmalıdır. Aha, bu da bizdə var. Biz burada heç bir Elliotu görmürük. Düzdürmü? Ayın neçəsidir? Axşam radələri ayın 13-üdür deyək. Biz burada heç nə görmürük.
Biz burada sadəcə bu koridoru çəkə bilərik və öz beynimizdə fikirləşə bilərik ki, aha, deməli, mən buradan əməliyyat açsam, götürə bilərəm, məsəl üçün, şortumu, belə bir şey çəkə bilərəm, məsəl üçün, deyək ki, mən düşünürəm ki, qiymət bu sahələri kimi gələcək, olmasa nəsə atacaq, ondan sonra yuxarı gedəcək, bir fantaziyalarım var, hansı ki, bazarın yönü mənə alladır və mən buradan, məsəl üçün, öz stop lossumu qoyardım bura, dapustim, deyək ki, və baxardım Rewards-a. Reward bizdə hələ 2.56-dır, yəni hətta 2-nin 1-dən daha çoxdur. Məsələn, 2-nin 1-ə qoyuram və mən burada gözləməliyəm. Məsəl üçün, qiymət getdi, açdım mən əməliyyatımı və mən take-imi götürdüm, düzdürmü? Take-imi götürəndən sonra, uşaqlar, bu düşüşdən sonra yenə də düşüş ola bilər. Ona görə burada sadəcə gözləmək lazımdır millət və biz burada artıq ilk Elliot'un əmələ gəldiyini görürük. Məsəl üçün, deyək ki, burada Elliot deyə yoxdur, Elliot absolut yoxdur. Siz burada sadəcə belə bir şey görə bilərsiniz ki, Dapustim, belə deyək uşaqlar, təpə götürə bilərsiniz, dib götürə bilərsiniz və korreksiya götürə bilərsiniz. Korreksiyadan sonra artıq buranı Elliot'un başlanğıcı 1, 2 və 3 kimi nəzərə ala bilərsiniz. Nəyə görə bu 3-ü biraz uzun eləyirəm? 3 həmişə bu birinci dalğanın 2 dəfə və ya 3 dəfə daha ideal. 3 dəfə olubsa, məsəl üçün, deyək ki, 3 o boydadır. Deyək ki, 3 bu birinci dalğa boydadır. 3 o boydadır. 3 o boydadırsa bu çox idealni bir Elliot'un çəkilişinə işarədir. İdealni bir Elliot'un çəkilişinə işarədir. Yəni siqnal deyil, işarədir. Yəni biz bundan yararlana bilərik ki, bundan korreksiya olanda artıq məsəl üçün gəldik biz birinci dalğa, ikinci dalğa, düzdürmü? Korreksiya ikinci, üçüncü dalğa ən uzun, sonra bizdə gələcək. Deyək ki, bizim fantaziyalarımızda belə bir şey var. Çünki dalğalar gəlib bir-birinə girməməlidir, belə bir şey, deyək ki, belə bir şey, düzdürmü? Və biz Elliot'u belə fikirləşmişik, hal-hazırda biz Elliot'u qoşaq, görək biz özümüz çəkdiyimizdə necə oldu və buradakı Elliot nəyə göstərir bizə. Baxın, biz görürsünüzmü, götürmüşük, burada 3'ü artıq burada görüb, amma bu o demək deyil ki, yəni bu burada həqiqətən də 3'dür artıq. Çünki təsdiq yoxdur, hələ xırda-xırda, qırıq-qırıqlardır, yəni bu Elliot burada əmələ gəlir. Bu hələ əmələ gəlir, bunun korreksiyası da var, aydın olurmu? Bunları nəzərə almaq lazımdır və Elliot'la işləmək lazımdır. Baxaq, buraxaq qiyməti. Gördünüzmü? Atdı. 4-cünün aşağısını yüngülvari gördü. Yenə görək sonra nə baş verəcək. Aha, gəldi 4'ü təsdiq elədi, 3'ü 4'ü təsdiq elədi. Artıq 5 üzərində bərkimək istəyir. Görək. 5 özünü təsdiqlədi hal-hazırda. Amma millət, belə olanda manipulyasiya zamanı bura qırılma baş verərsə, 5 özünü təsdiqlənməmiş kimi göstərə bilər və yaxud da ki, tam olaraq Elliot buradan yoxa çıxar. Çünki sizin çəkdiyiniz Elliot da həmişə uğurlu olmayacaq. Yəni, uzun müddət stabil getsəz, qazancda olacaqsınız. Çünki Elliot böyük time frame'lərdə işləyən balinalar Elliot'dan istifadə edir və biz bu Elliot'dan yararlana bilərik. Balinanın yanında üzmək lazımdır sadəcə. Baxaq. Gördünüzmü? 5 təsdiqləndi, amma yenidən döndü qırıq-qırıq xətlərə. Bu o deməkdir ki, bazarda qərarsızlıq var. Çünki biz deyirik, gəldi, dəydi, yəni ikinci double button və yaxud da ki, ikili təpə, ikili dip gördü, korreksiya, breakout və yaxud da ki, retestdən uçdu yuxarı. No, elə olur ki, uşaqlar, gözləməli olursunuz burada, nə qədər qalır bu? Elə olur ki, 2 gün əməliyyat dayanıb bir yerdə, heç ara getmir. Forex-də belə şeylərə hazır olun. Səbir lazımdır. Hop, atdılar. Gördünüzmü? Gəldi bura. 5, yenə də təsdiq kimi göstərdi. Yenə də yuxarını, A-nı buralarda göstərir. İynəni atıb aşağı B-yə. Baxın, A, B, C yuxarılarda olmalıdır. Biz belə fikirləşmişik, düzdürmü? Və biz buradan əgər əməliyyat açmışıq, burada bizim plusumuz var. Bunu yığışdıraq, bu bizi çaşdırmasın. Bunu yığışdırdıq. Deyək ki, biz buradan long əməliyyat getmişik buralara kimi. Stopumuzu atmışıq, deyək ki, mən atardım buralara. Konservativ, aqressivlər artıq stop olmuşdular yəqin ki. Konservativ atardım buralara və öz strategiyamı eləyərdim belə. Heç 2025-ə istəmirəm. 2-nin 1-ə. Məsəl üçün belə bir əməliyyat açmışam mən deyək. Gəlin biz baxaq vəziyyət necə reallaşacaq.
Biz görürük ki hələ ki qiymət buralarda fırlanır. Biz nə görə bilərik? Yaxınlaşdırırıq. 5-cinin təsdiq olunduğunu və A-nın təsdiq olunduğunu görürük. Baxaq. Burada biz stop oluruq uşaqlar. Deyəsən qrafik qutardı və biz burada stop olduq, düzdürmü? Hal-hazırda bizdə korreksiya gözlənilir və biz buradan yuxarı əməliyyatlara hazır olmalıyıq. Nəyə görə? Çünki uşaqlar, burada hələ ki əməliyyat açmaq olmaz. Məsəl üçün, burada biz əməliyyat açmışdıqsa da, məsəl üçün, deyək ki, buradan əməliyyat açmışıq, bunu qoymuşduq, gəldi bizi stop elədi. Biz yenə də dayanıb gözləməliyik. Stop oldu, problem yoxdur. Gözləmək lazımdır, çünki bu Forex-dir, burada hərəkət var, burada bu oynayacaq. Yəni, binary kimi deyil. Götürüb getdi söhbəti deyil də, burada biraz səbirli olmaq lazımdır. Gözləyirik və stop pis şey deyil. Stop yaxşıdır, stop sizi qorudu. Biz bunu güya ki çəkmişik özümüz üçün, əgər bizim Elliot'umuz yox. Təbii ki, məndə Elliot'lar açıqdır. Avtomatik olaraq məndə Elliot'lar özləri çəkilir və həmən Elliot'ları mən sizinlə həmişə hər həftə paylaşıram uşaqlar. Bu bizim akademiyadır, bu heç. Bu bizim Milyonaris kanalımızdır. Bunu da izləmək lazımdır uşaqlar, çünki ora motivasiya, artıq bundan sonra tam olaraq motivasiya kanalı olacaq. H4FX-də isə mən paylaşımlarımı etmişəm və sizə göstərmişəm. Burada göstərildiyi kimi hal-hazırda hələ də hərəkət bu yer üzərindədir və burada hal-hazırda heç bir əməliyyat açmazdım mən. Əməliyyatı necə açardım? Məsələn, Elliot bizə həqiqətən də dalğanın hara gedəcəyini göstərir. Sadəcə millət, söhbət ondan gedir ki, bu hardan başlayacaq və hara kimi gedəcək. Məsəl üçün, buradan long aça bilərik, amma sonra bizi gəlib stop eləyə bilər. Və bu bunu burada göstərir zaten. Burada nə etmək olar? Mən belə eləyərdim. Məsəl üçün, deyək ki, Elliot köməkliyimi eləyir. Çox gözəl. Qoy qiymət buralarda hələ biraz oynasın, bərkisin. Yəni, buraları nə istəyir eləsin. Bax, iminli bu yeri keçməlidir. Gəlib bunun üstündə bərkiməlidir və siz uzun əməliyyatlarınızı, yəni long əməliyyatlarınızı, heç olmasa uşaqlar, belə deyək, burada bizdə bir sahə var. Hal-hazırda bu koridorun içindəyik biz. Nə oldu buna? Bu koridorun içindəyik biz. Biz gərək bu koridorun içindən çıxaq. Məsəl üçün, biz buradan çıxmalıyıq. Çıxandan sonra artıq biz yuxarı sahələri dəf eləyə bilərik. Məsəl üçün, burada da həmən sahədən var, bir dəqiqə mən bunu da qoyum. Məsəl üçün, burada normal bir sahədir. Buralardan yuxarıda artıq bərkiyəndə sizin burada nə qədər boşluğunuz olsa, o qədər yaxşıdır ki, sizin trendiniz yuxarı gedəcək. Amma bu belə göründüyü kimi ideal deyil. Mən yenə də deyirəm ki, bu hələ korreksiyalar verməlidir. Burada bərkiməlidir, ondan sonra girmək olar. Tam təsdiq aldıqdan sonra. Çünki bizdə burada trend long gedir. Biz əgər burada bakavoy belə atsaq, amma bu bakavoydan çox istifadə eləməyin uşaqlar. Bakavoy o qədər də sizə lazımlı bir şey deyil, çaşdıracaq sizi. Sadəcə mən onu demək istəyirəm ki, yəni bizdə belə bir bakavoy trend gedir. Və hər dəfə bizdə nə oldu buna? Görürsüz? Yenə də burada da. Hər dəfə bu sahəyə dəydikdə biz qalxırıq yuxarı, düzdürmü? Və hal-hazırda da bura dəymişik və bizim yuxarımız boşdur. Və bu yuxarını biz görmək istəyəcəyik. Görmək istəyəcəyik, çünki verməzlər. Yəni, short girənlər götürsün, aparsın, long girənlərin əlinə içinə çatmasın. Yəni, elə şey eləməzlər. Bazarda tarazlığı saxlayanlar var və olacaq həmişə. Və bizim qiymətimiz sol tərəfdəki, məsəl üçün, bu sahə ilə heç olmasa bir bərabərləşməlidir. Bu sahədə yenə də hərəkətlər olmalıdır. Əgər bizdə buradan artıq bir dənə, buralardan yenə də uşaqlar, belə, görürsünüzmü, sol tərəfi təxmini olaraq bir üçüncü toxunuşda, yəni bu dəfə məncə longun yeri var. Ona görə də mən hal-hazırda bunu vermişəm həmən Telegramda, yəni sən orada olsun dostum, görərdin bunu zaten və yararlana bilərdin. Onsuz da açıqdır, təmizdir, pulsuzdur. Həmən trade elədiyim brokeri aşağıda saxlamışam. Gedib orada-burada ehtiyac yoxdur axtarmağa hamısını. Lisenziyalı brokerlərdir. Rahat bir şəkildə aşağıda saxlamışam. Forex brokeri. Komissiyaya da orada endirim var sənin üçün həmən aşağıdakı linkdən keçid eləyəndə və rahat kriptovalyuta ilə depozit eləyib 5 dəqiqə ərzində də çıxarda bilirsən istənilən məbləğ. Yəni heç bir problemi yoxdur. Çünki özüm oradayam və özüm görürəm hər şeyi, yəni. Çox gözəldir. Buyur, yararlan. Yəni gedib orada-burada 5 dənə şey axtarma.
Normalni tap, işdə oynan, все, başı zamaroçka açma. Tak, görək bizdə xau nə göstərirdi millət, çünki hamısını göstərməyəcəm mən. Yəni burada baxın, görün neçə dənə, bax 19-23 may KGP həftəlik bazar analizi tək bu deyil. Bax 1, 2, sonra bax diksiyayı burada göstərmişəm mən. Konkret diksiya ilə sən artıq bilə bilərsən ki, məsəl üçün dollar özünü necə aparacaq. Sonra burada Ethereum-un üzərində göstərmişəm, çünki Bitcoin-də Elliot yox idi. Yəni Bitcoin-də Elliot göstərmirdi və mən Ethereum-da göstərdim. Ethereum-un etdiyi hərəkətlər, baxaq bir də Ethereum-a görə hərəkət necədir Ethereum-da. Ethereum-da biz həmin hərəkəti görə bilirik. Bax, hal-hazırda Ethereum və burada da Ethereum-u necə göstərib. Burada baxaq görək bizdə neçə dəqiqəlik time frame-dir bu? 1 günlük qrafikdədir. Gəl bunu bir günlüyə qoyaq və bizdə bir günlük qrafikdə belə bir gedişat göstərir. Videoya indi baxırsansa, Ethereum-a gedə bilərsən və orada analizə baxa bilərsən. Siqnal deyil, sonra gedib futuresda 100x açıb dala qabağa gedən kimi stop olub məyus olma, elə şey eləmə. Professional yanaş. 2x, 3x maksimum. Azarta getmə, çünki sənin yerində mən olmuşam, heç bir xeyir tapmamışam. Ona görə də eləmə bunları. Az-az bala-bala puluvu qazan və mən də sənə nə qədər də olsa bacardığım köməklik eləyirəm. Çünki mənim başqa işlərim də var. Mən ancaq bu ilə məşğul ola bilmərəm. Bacardığım qədər sizə çatdırmağa çalışıram uşaqlar. Mən çox valyuta burada analizi vermişdim. Bir dəqiqə evro-dollarda var idi. Evro-dollarda da belə bir qrafik idi bizdə. 1 saatlıq qrafik üzərində gəl evro-dollara baxaq. 1 saatlığa keçək və 1 saatlıqda biz nə görərik? Gəl. Bax, burada konkret olaraq bizim Elliot'umuz göstərib və bunu mən nə vaxt vermişəm? Bazar günü paylaşmışam bunu mən. Və burada hal-hazırda double buton, ikili təpə var burada. İkili təpə var və buradan yüngül bir korreksiyadır hal-hazırda. Hansı ki, balaca time frame-də biz keçid alıb görə bilərik. Buradan konkret, məsəl üçün, short əməliyyatının yeri var. Lap belə göstərim. Deyək ki, məsəl üçün, qoyardım buralara. Deyək ki, və burada belə deyim də sizə, stop uzun düşəcək. Burada bir-bir eləmək olar strategiyanı və yaxud da ki, gəlin belə eləyim, buralara qoyanda bu o deyil, buralara biz atsaq, onsuz da bundan yuxarı məsəl üçün getsə, bizim üçün mənasızdır. Sadəcə uşaqlar, spread söhbəti var, spreadə həmişə gözləyin. Spread gəlib, siz bura çatmasınız da sizi bağlı çıxarda bilir oyundan. 15 dəqiqəlik time frame-də H1-də baxsaq, biz buna çox gözəl bir situasiya swingdə götürmək olar. Məsəl üçün, konkret bu hərəkəti buradan götürmək olar. Konkret olaraq. Burada ideal keçid olardı ki, biraz korreksiyalardan, yəni retest olsun. Retestdən keçid alma olar. Retest dediyimdə, uşaqlar, əgər siz akademiyada yoxsuzsa, əgər bu nədir bilirsinizsə çox gözəl, bilmirsinizsə, indi mən sizə deyərəm. Məsəl üçün, gəldi, buraları görür, bu sahəni, gəlin belə eləyək. Başdan göstərim sizə. Baxın uşaqlar. Bu sahədir, düzdürmü? Bu sahə millət qırılmalıdır ki, bu qiymət aşağı getsin. Burada hal-hazırda korreksiya ola bilər. Məsəl üçün, bizim korreksiyamız yüngülvari. Nəyə görə? Bizdə burada sahələr var. Bir toxunuş var, iki toxunuş, üçüncü toxunuş korreksiya da var. İndi bu burada belə bir korreksiyadır, aydındırmı? Bu korreksiya hara kimi gələ bilər? Bu korreksiya məsəl üçün gələ bilər, bax. Deyək ki, bura kimi. Və buradan yuxarı getdisə, bu artıq bu sahəni yenə də test eləməyə gedir. Çünki maksimum burada belə bir şey ola bilər. Bakavoy deyək, məsəl üçün, belə deyim sizə, məsəl üçün gəldi, buranı qırdı, bərkidir. Deyək ki, oy, bu ondan deyil ki. Bundan götürək, məsəl üçün, bərkidir burada, getdi bura. Tap dəydi, düzdürmü? Gəldi, yenə də belə bir şey. Ya belə qıracaq, ya gələcək, yenə də buranı test eləyəcək və yaxud da ki, ən qorxulusu isə gələcək, bir dənə belə gedəcək. Всё, allatdı, всё, sizə short, long verib getdi yuxarı. Əgər belə bir situasiya, anomaliya baş verərsə, bu Elliot burada yoxa çıxacaq. Və yaxud da ki, Elliot'un 4-cü dalğası gedib çıxacaq buralara. Amma belə bir əmma var ki, heç vaxtı 4-cü dalğa gəlib 1-ci dalğanı keçə bilməz. Əgər bu 4-cü dalğa, məsəl üçün bu 3, 4, 5-ə gedir də, düzdürmü? Bu 4 gəlib 1-i keçsə, 2-yə çatsa, deyək ki, bu Elliot sayılmır.
Elliot dalğavari olmalıdır, heç bir sahəni keçməməlidir. Yalnız və yalnız 5-ci dalğa korreksiyalarla C-də aşağılara və yaxud da ki, yuxarılara gedə bilər millət. Xauda məsəl üçün, gəlin videonu artıq belə yekunlaşdıraq Xau ilə. Videonu bəyənməmisənsə bəyən dostum, yəni nə qədər sənin bəyənin varsa o qədər də çox video var, o qədər də çox məlumat var. Tak uşaqlar, Xauda biz yenə də belə bir hərəkət görmüşük yuxarı. Qızılla trade edən dostlarımız üçün də vaxt ayırıram. Baxın, belə bir gedişat görünürdü. Həmən biz bu qrafiki paylaşanda 1 saatlıq qrafik. Biz o zaman buralardaydıq. Hal-hazırda əgər əməliyyata keçid alanlar var idisə, hal-hazırda xeyir də deyirlər. Çünki C dalğamızı çəkirik. Biz C dalğamıza gedirik və burada daha əmin bir situasiya harda olacaq? Gəlin belə eləyək. Məsəl üçün bizim bu sahəmiz qırılmalıdır. Deyək ki, baxın. Burada belə bir yığılma var. Bu yer bizdə support olacaq. Bu yer bizə supportdur deyək, nə bilim, dirəncdir. Aydın olur. Biz buranı vurub keçməliyik yuxarı ki, biz daha rahat yuxarı əməliyyatlar açaq. Və yaxud da ki, heç olmasa biz gəlməliyik, deyək ki, belə eləyək, götürək buradan belə bir instrument. Yuxarılarda buralar elə belə zona deyil, buralar qırılmalıdır. Ondan sonra yuxarı hərəkət və 1.618 qızıl sahələrə gedib çıxa bilərik. Və sizi oyundan çıxartmamalıdır bu korreksiyalar. Ona görə də ideal yerdə xətəbi girin əməliyyata. Stop loss sizdə maksimum az olmalıdır. Az deyəndəki millət 2-nin 1-ə strategiyası olanda belə yönlər tapırsınız və keçid alırsınız. Qırılmalara 2-nin 1-ə gözləyirsiniz və hərəkət eləyirsiniz. Stop loss prosesin bir hissəsidir. Take profit prosesin bir hissəsidir. Rahat oluruq və hərəkət edirik. Uşaqlar, belə videolar maraqlıdırsa sizə bəyənirik və şərh bildiririk. Konkursda da iştirak edirik və bizdən real cash qazanırıq. Bu həftənin konkursun qalibi bu dostumuzdur. Gələn həftə isə sən ola bilərsən. Ona görə də aşağıda şərh bildirirsən, kanala abunə olursan və bizə dəstək olursan sadəcə. Səndən başqa heç nə istənilmir. Bütün linklər aşağıda. Nə sorğu, sualın varsa yazmağa çəkinmə. Və yadından çıxartma ki, biz gələn videodan artıq H4FX-də paylaşacağıq bütün videolarımızı. Oldu. Link aşağıda, növbəti videoda görüşərik. Hələlik.